Sumqayıt şəhərində əhalinin sağlamlığının qorunması, sanitar-gigiyenik vəziyyətin yüksək səviyyədə saxlanılması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə dezinfeksiya və deratizasiyası tədbirləri gündəlik olaraq davam etdirilir. Şəhərin bütün yaşayış massivlərini əhatə edən tədbirlər çərçivəsində çoxmənzilli yaşayış binalarında, park və xiyabanlarda, ictimai iaşə obyektlərində, eləcə də insanların sıx toplaşdığı digər məkanlarda kütləvi dezinfeksiya işləri aparılır. Görülən işlər nəticəsində şəhərdə sanitar vəziyyətin daha da yaxşılaşdırılması, müxtəlif xəstəliklərin yayılma riskinin minimuma endirilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış xüsusi qrafik əsasında profilaktik tədbirlər hər gün ardıcıl şəkildə həyata keçirilir. Qrafikə uyğun olaraq şəhərin bütün çoxmənzilli yaşayış binalarında zirzəmilər, girişlər, tullantı meydançaları və digər ümumi istifadə sahələri xüsusi dərman preparatları ilə emal edilir. Həşəratlara, xəstəlik törədici mikroorqanizmlərə, eləcə də infeksiya mənbəyi hesab olunan gəmiricilərə qarşı geniş miqyaslı mübarizə tədbirləri görülür. Qeyd edək ki, Sumqayıt şəhərində son illər həyata keçirilən abadlıq quruculuq layihələri ilə yanaşı, sanitar-gigiyenik tədbirlərə də xüsusi diqqət ayrılır. Şəhər rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət nəticəsində həm yaşayış məhəllələrində, həm də ictimai məkanlarda təmizlik və gigiyena standartları daha da yüksəldilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilən bu tədbirlər şəhər sakinlərinin sağlam və təhlükəsiz mühitdə yaşamasına xidmət edir. İcra Hakimiyyət tərəfindən aidiyyatı qurumların fəaliyyəti əlaqələndirilir. Görülən işlərin keyfiyyətinə daim nəzarət olunur və profilaktik tədbirlərin şəhərin bütün ərazilərini əhatə etməsi təmin edilir. Bu cür profilaktik tədbirlərin müntəzəm şəkildə davam etdirilməsi şəhərdə sağlam epidemioloji vəziyyətin qorunmasında mühüm rol oynayır. Sumqayıtda həyata keçirilən kompleks dezinfeksiya və deratizasiya tədbirləri bundan sonra da davam etdiriləcək. Beləliklə şəhərin təmizliyi, ekoloji tarazlığı və sakinlərin sağlamlığının qorunması istiqamətində görülən ardıcıl işlər Sumqayıtın nümunəvi şəhər statusunun daha da möhkəmlənməsinə öz töhfəsini verir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.